Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda çox dadlı qurabiyələrin hazırlanmasını sizinlə paylaşıram. Kəsmikli xəmirlə, bol içlikli, qozlu, çox dadlı qurabiyələr alınır. İndi keçək qurabiyənin hazırlanma qaydasına. Bunun üçün əvvəlcə ərzaq qabına 100 qram yumşalmış kərə yağını əlavə eləyirəm. İstəyə görə kərə yağını margarinlə ya da bitki yağı ilə də əvəz eləmək olar. Üzərinə 200 qram duzsuz kəsmik əlavə eləyirəm. Bir dolu təpələmə xörək qaşığı da xama əlavə eləyirəm. Qurabiyələrin xəmirinə həm soda, həm də qabartma tozu vururam. Amma istəyən tək soda ya da tək qabartma tozu ilə də hazırlaya bilər. İstəyə görə xamanı qatıqla da əvəz eləmək olar. Xamanın üzərinə yarım çay qaşığı da soda əlavə eləyirəm. Qarışdırıram, sodanın acısı çıxır. Qarışdırandan sonra qaba 9 xörək qaşığı da şəkər tozu əlavə eləyirəm. 1 çay qaşığı rəndələnmiş limon qabığı. Limon qabığını portağal qabığı ilə də əvəz eləmək olar. Amma istəyən elə limon qabığı olmadan da xəmiri hazırlaya bilər. 1 paket 5 qram da şəkərli valin əlavə eləyəndən sonra bu ərzaqları da biraz qarışdırıram. Yaxşı qarışdırandan sonra un əlavə eləyirəm. Xəmir yumşaq xəmir olmalıdır. Ona görə unun hamısını birdən əlavə eləmirəm. Əvvəlcə bir hissəsini əlavə eləyirəm. Üzərinə də yarım çay qaşığı qabartma tozu əlavə eləyəndən sonra biraz qarışdırıram. Sodanı sevməyənlər elə xəmirə 1 paket, yəni 10 qram qabartma tozu da əlavə eləyə bilər. Əvvəlcə biraz qarışdırıram, sonra qalan unu az-az əlavə eləyib xəmiri yoğururam. Ələ yapışmayan, yumşaq, yağlı bir xəmir olmalıdır. Xəmir üçün 3 stəkan yarım un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Onu da qeyd edeyim ki, şirniyyatları hazırlayarkən unu əvvəlcədən ələyirəm. Ələnmiş undan şirniyyatlar çox yaxşı alınır. Belə gördüyünüz kimi yumşaq, yağlı bir xəmir alındı. Qurabiyələr içliklidir, ona görə yoğurduğum xəmirdən bir orta boy alma ölçüsündə xəmirdən ayırıram. Xəmiri başqa bir ərzaq qabına qoyuram. Üzərinə bir dolu təpələmə xörək qaşığı kişmiş əlavə eləyirəm. Kişmişi əvvəlcədən yuyub təmiz qurutmuşam. 3 xörək qaşığı qədər də əzilmiş qoz ləpəsi əlavə eləyirəm. Bu ərzaqları da biraz qarışdırandan sonra çay qaşığının 1/3 qədər darçın əlavə eləyirəm. Darçın zövqə görədir, istəməyən əlavə eləməsin. İstəyə görə darçını hillə də əvəz eləmək olar. Xəmirlə bir yerdə çərəzləri də yaxşı qarışdırıb içliyi hazırlayıram. İçliyi də hazırlayandan sonra keçirəm qurabiyələrin hazırlanmasına. Yoğurduğum yağlı xəmiri dəzgahın üstünə qoyuram. Əlimlə xırda parçalara ayırıram. Təxminən mandarina ölçülüyündə parçalar kəsib əlimlə yuvarlayıram. Xəmiri sonacan gözə yarı parçalara kəsib şəkil vermədən əlimlə yuvarlayıram. İçlikli qurabiyələr üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Ərzaqların ölçülərini artıraraq daha çox hazırlamaq olar. Əvvəlcə xəmiri kündələyib, sonra keçirəm içliyi hazırlamağa. İçliyə biraz əlimlə şəkil verəndən sonra xəmir kəsəndən xırda hissələrə ayırıram. Hazırladığım xəmirlərin sayı qədər doğradığım içlikdən də götürüb əlimlə yuvarlayıram. Hamısını belə əlimlə yuvarlayıb, içliyi də hazırlayıb qoyuram bir kənara. Hər ikisini hazırlayandan sonra keçirəm qurabiyəni hazırlamağa.
Hazır xəmirlərdən birini götürüb videoda göstərdiyim kimi əlimlə biraz basıb genişləndirirəm. Hazırladığım qozlu içliklərdən birini götürüb ortasına qoyuram. Kənar hissələrini ortaya doğru gətirib əlimlə sıxıb bərkidirəm. İçlikli xəmiri əlimlə yuvarlayıb yumru şəkil verirəm. Üstündən biraz bastırıb yastıladıram. Hamısını eyni qaydada xəmirləri götürüb biraz genişləndirəndən sonra arasına içlik qoyub əlimlə sıxıb bərkidib yuvarlayıb qurabiyələri hazırlayıram. Qurabiyənin içliyi üçün mən qozdan istifadə elədim. Amma siz əlinizin altında nə varsa qozla, badamla, fındıqla, çərəzlərdən kişmiş, əncir qurusu, xurma da əlavə eləyə bilərsiniz. Hazırladığım qurabiyələri yağlı kağız sərdiyim formaya yığmışam. Qurabiyələr bişdikdə genişlənir, ona görə bir-birindən aralı məsafədə 2 formaya yığmışam. Üzərinə çəkmək üçün bir ədəd yumurta sarısı götürmüşəm. Yumurta sarısından qurabiyələrin üstünə çəkirəm. İlk bişirəcəyim formadakı qurabiyələrin üstünə yaxşı-yaxşı yumurta sarısı çəkirəm. Həm dadı, həm görünüşünün gözəl görünməsi üçün üzərinə biraz şəkər tozu səpirəm. Sonra əzilmiş qozlanın üstünü bəzəyirəm. Qurabiyələri bu şəkildə hazırlayıram. Öncədən qızdırdığım 180 dərəcəlik sobada 15-20 dəqiqə arası üstü qızarana kimi bişirirəm. Qurabiyələr artıq bişib. Gördüyünüz kimi çox yaxşı qabarıb. Üstü çox yaxşı qızarıb. Çox gözəl qurabiyələr alınıb. Hazırladığım xəmirdən tam 13 ədəd orta ölçülü, içlikli qurabiyələr alındı. Altı, üstü çox yaxşı qızarıb, çox gözəl qurabiyələr alınıb. Çox asan bir qurabiyə reseptidir. Əgər sizin də evdə istənilən quru meyvələrini, çərəz, kəsmiyiniz varsa, elə bu reseptlə bu qurabiyələrdən çox rahatlıqla hazırlaya bilərsiniz. Tam soyumayıb, amma içərisinin necə olduğunu sizə göstərmək istəyirəm. Yumuşaq, içlikli, çox dadlı qurabiyələr alınır. Ertəsi günü də neçə gün qalsa da boyatmır, qaldıqca da daha da dadlı olunur. Siz də hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, dostlarınızla paylaşmağı, öz fikirlərinizi şərh bölümündə mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.